Herkese salam, kanalıma videoma hoş gelmişsiniz. Sizinle bugün yeni bir vloga başlayırıq. Bu bir yeni vlogudur ve çoktan da gözlediğim Temmuz siparişlerim. Bu benim kabromdu. Çoktan da kabro istəyirdim özümə, çünkü əvvəlkini anam almışdı ve hiç beğenmirdim. Özümə belə Temudan vurdum, benim çok hoşuma geldi. Material diyoruz da çok qəşəngdir. Bu nedir? Ağzı yapan şey. Bu ise bacımın öz ərzəsi saxlı şeylərini yığmaq üçün belə bir balaca şkaf. Bu kalanı. Bu nedir? Bacım. Bu ise bacımın balaca bir kuşusuydu, bacımı beğenmedi. Bu da benim kabromda, ben çok beğendim bunu, ancak bir elması var idi ki şeffaf zat, yani çok qəşəng bir materialdaydı, ancak yazları bir dənə dırnaq değən kimi gedir. Ata gönül qəşəngdir. Ata sen bunu bilirsən necə taxırlar? Belə yəqin bir şeydir. Ana şeysi. Bu nedir? Çanağı sepi. Çok zor. Onu ise yanından çıkıp göstermek, kardeşimin adi stecli bir şeydi, sepi. Bu ise 10 rengli böyle bir rüçhan. En maraklısı. Bunu zaten. Ben de burada. Şuraya kadranı verdim. Atıyorlar. Senin telefonunuzu ver, ben ona batarya aldıracağım. Aha. Böyle lastik Buralar niye yapışkandı böyle? yapışkan. Niye yapışkandı? Biraz kaydı. Yavaş kellerini yatırsa. O zekanında. Sen birinci bulaşta sanki. Sep. Sep mi bu? Sen de değil mi? O da senin. Bu da bunu. Atamama zengeli, bir de ona zengeli adı boy verirəm. Hadi böyle ver. Birinci bir açın, gözləyin. Çəkə bilim sizi. Bu mənimdir. Bana telefon kablosunu. Zeynep yavrum. Gözü indi sıra Zeyka'da. Evet, gözü Çanan sıradadır. Sıra Çanan'da. Bir hansı yazmaq istəyirəm birinci? O yazılmışdı ki koydum yerine tezden. Gel otur göstereyim. Danış. Alo. Hey, şuna cevap vermek başlarına video çekemedim. Şeyde koymuş ol çayını kaynama kuş kaynayıp. Bunu. Çay içmeye yok gandere. Ya koy vermesin. Adam koy verme, koy verme. Gel sen bunu ne? Yavaş. Ha, buralar Ha, iyi sen. yoktu. Sen atma öyle, gözü sırayla. Bana bu. Sen açma hala. Ben bunu. Ya bunu da indirdim. Çekersin yolda. Çok iyi. Bu ne? Uzun ver. Bak. Konuşası yoksa falan gelir ha burada. Bizim saydım. Ne kadar renk? Hadi çıkartmayayım mı? Neyse gel dediler. Yo blok kimi de. Hadi geç. Bakın. Yo blok kimi. Ha şimdi sen sıran. Sen başka şey yoktu. Tamam. Tamam gösterdik. Bir hazır atmaksın. Hadi hadi güzel. Böyle koy yerine. Bakın seni. Çok işte. Koy yerine. Aç bunu. Sen aç. Bu içinde milyon daha. İki tane var. Ha tamam. Şuraya.
Aç be. Yok niye ki aç o. Bir yeni video çekelim. Çok güzel. Hı hı. Aynen ellerinde. Kızım kaçıyor dakika. Biliyorum. Sakın kıskı. Tamam o kadar da bunu açıklayalım. Olur mu açın? Mesela bu arada onu demək istəyirəm ki, adamın bazara falan gedəndə kartof soğan daşımaq üçün aldığı o sumka var idi. Onu heç bəyənmədi. Çünki atam heç onu yoxlamaq istəyəndə heç güc belə uygulamadı. Türklər demişkən. Allergiyam tutub amma yəni nəfəsimdə bəzi xışıltamalar hiss edə bilərsə, amma məcbur videonu yayınlamalıyam deyə məcbur edirəm səslə. Yəni ki, heç bəyənmədi, çünki onu deyirdim. Atam onu güclə uygulamadı. Bir dənə sadəcə cırt-cırtma olduğunu və yaxud da tikişmə olduğunu yoxlamaq istəyəndə, yəni sumkanın qulpu əlimizdə qaldı. Mən onu təzədən tikdim. Bu isə müştəriden gələn videoda bilirsiniz ki, mənim taxma biznesim var. O məndən sifariş etmişdi və çox bəyənmişdi. Videoya görə də bir daha təşəkkürlər. Gəl də gəl. Videoya indi baxıram, elə çəkmişəm ayağımı, kobud düşür. Bu hissəni Instagram story kimi paylaşmışdım. Bir daha deyirəm, əgər açıqlama postuma baxmayanlar üçün, yəni Instagram və TikTokumu silib valideynlərim. TikToku bəzi toxuma videolarında mən statusa falan qoyanda gələmişəm deyə geri yüklədim. Valideynlərdən icazə alaraq qeydiyyətsiz bir şəkildə. Amma Instagram çox təəssüf ki, getdi. Paltar sabunu. Xurma. Bu şey değil. Bravo. Daha böyle tuttuk. Yumurta. Maya. Burada ise yeni il şənliyindəyik. Bacımgilin, yəni bacımla qardaşımın yeni il şənliyi var idi. Anam işdə olduğuna görə mən ana niyyətinə onlara ana kimi getmişdim. Burada bacımın qarnı ağrıdı. Musiqinin səsindən də qulağı xarab olmuşdu. Onu biraz təsəlli edirəm. Bacım darıxırdı, sıxıntıdan mənim saçlarımı hörür. Çoxlu videolar çəkmişdim, amma hamısını qoymadım, kəsə-kəsə qoydum. Çünki biraz mahnı, 1-2 saniyəli mahnı yerlərini qoydum ki, lap sıxıcı da olmasın. Təxmini bilərsiniz nə mahnılar oldu. Düzdür, çox güman ki, sizə maraqlı deyil. Yenə də qoydum da, yəni, amma təlif haqqı gəlməsin deyə qısa-qısa qoydum. Tort kəsmə falan yerlər də oldu. Bu isə bacımın yeni hədiyyəsidir. Gördüyünüz kimi anam almışdı, Şaxtababa adı ilə verdilər. Yəni ki, düzdür, bilirdiniz inə. Bacıma belə bir sekret çıxdı, labubu. Çox xoşuna gəldi, amma şeydir, yəni biraz xoşuna gəlmədi. Çünki rozvu və yaxud da bənövşəyi istəyirdi, qara ən istəməliydi. Amma mən labubu alsam elə ən istədiyim elə bu qara olardı da, yəni ki. Biz bunu 5 manata almışdıq, qardaşıma isə Stitch almışdıq. İndi yadımdan çıxıb bilmirəm, videoda onu göstərdim ya yox. Bu günlərin ikisidir, yanvarın ikisidir, 2026-cı il. Keçmiş yeni il bayramımızı ürəkdən təbrik edirəm. İnşallah bu il sağlam canla, bu ili də sağlam canla başa vurarıq. Özümə yaxınlarıma nə arzular diləyirəmsə, hamısını sizə də diləyirəm. Biraz dilimdə oşda üzürlü sayım. Burada anam ananas doğrayır.
İnşallah bu il 1000 abunə, 2000 abunə, daha çox yerlərə gələrik. Burada acında olmaya baxırıq. Hər il baxdığımız kimi çox maraqlıdır həqiqətən. Siz də baxmamısınızsa, 100% baxmısınız, amma baxmayanlar varsa mütləq baxmağı tövsiyə edirəm. Burada 0-0-dır. Atəş və şanlıqlar olur. Əgər siz də mənə yeni il hədiyyəsi vermək istəyirsinizsə, kanalıma abunə olun və bu videoya like atın və öz yaxınlarınızla bölüşməyi unutmayın. Belə videoda çəkdim. Qardaşım oradan məni əsəbləşdirirdi. Deyirəm ki, sakit dur, video çəkirəm. Oradan gizləyirdi. Wow. Axırda təpiklədim. Yəni biraz pis çıxmasın. Yəni sadəcə evə yolladım, evə postaladım onu və belə videolar çəkdim. Sizin də hər işinizə mane olan bacınız və ya qardaşınız var. 2026-nı bu il mən özüm tək qarşıladım. Yəni necə tək qarşıladım? Evdə hamı yatmışdı. Mən 0-0-da bir dənə çıxdım, bu şeylərdən yandırdım, elədim. Əmim gətirmiş sağ olsun bunları. Bizim sinifdə şeydi. Dekabrın əvvəlinə partlayan zad almışdılar. Bizim elə şeylərə marağımız yoxdur. Yəni heç vaxt almamışıq. Elə bundan elə yola verdik 2026-nı. Burada da gecə 2 dənə qalmışdı bir paketdən. Onları da qardaşımla yandırırıq. Gizlin. Səfa. Ne oldu ya sence? Dayan. Dur buradan geç. Yo deme. Tamam. Ay deme, bırak getir. Gel ana, bırak getir. Travesti. Sen çantası. Hurmalar yandı. Bir dakika. Hurmalar yandı. Ebra gel. Bakıyor. Ne atırsın? Dündən qonaqlarımız gəlmişdi. Yəni ayın biri belə atam bu midova tortun şeysidir. Nədir? O olur ya, xəmiri deyirlər, nə deyirlər ondan. Ondan atam almışdı. Bu belə bir pirog fason, tort fason bir şeydi. Onu almışdı ki, qış onunla yeyək. Bu da kətəydəkdən çox dadlı idi. Onlara hamısını belə düzdüm. Mən eləmişəm, yəni mən. Elə dünən qonaqlar gedəndən sonra bitənlər videosunu çəkmişdim. Belə onu da montaj edib atacağım. Belə pəncərə yazmışam. Welcome 2026. Sağ olun. Like atmağı unutmayın.